imtahanı suallarının izahlarına baxacaq. Təbii ki, coğrafiya fənnindən. Vaxt itirmədən keçək sualların izahına. 31-ci sualdan başlayaq. Sualda qeyd olunur ki, xəritə sxemə əsasən müvafiq olaraq İnari gölü, Qarda gölü və Vetterin gölünün yerləşdiyi ölkələri rəqəmlərə əsasən müvafiq ardıcıllıqla müəyyən edin. Burada birinci göl, baxın, burada yerləşir. Bu ərazi İtaliyadır. Təbii ki, İtaliyada yerləşən göl buradakı Qarda gölünü göstərmək olar. Daha sonra yuxarıda ikinci rəqəmlə işarə edilmiş ölkə Finlandiyadır. Finlandiyada İnari gölünü götürəcəyik. Üçüncü rəqəmlə işarə edilmiş ölkə isə İsveçdir. İsveçdə də Vetterin gölünü götürmüş olacaq. İndi ardıcıllıqla soruşduğuna görə İnari gölü Finlandiya, yəni 2, daha sonra gələcək Qarda gölü İtaliya 1 və daha sonra Vetterin İsveç 3. 2, 1, 3. Cavabımız olacaq A variantı. Keçək 32-ci suala. Burada qeyd olunur ki, vulkanik dağların verildiyi sıranı müəyyən edin. A variantında Pamir olmaz. Pamir variantı pozur. B variantında Kap dağları çıxırıq. C variantında Karpat çıxırıq. D variantında Erebus, Ruis, Kotobaxı. Üçü də vulkanik mənşəli dağlar hesab olunur. 33-cü sual. Meyilliyi 2,5 metr bölünmüş kilometr olan çayın düşməsi 5000 metr olarsa, çayın uzunluğu neçə kilometr olar? Biz bilirik ki, çayın meyilliyi ilə bağlı düstur var. Həmin düstur necədir? Deməli, meyillik bərabərdir çayın düşməsi bölünsün onun uzunluğuna. İndi burada bu sualda bizə meyillik verilib 2,5-dir. Yazıram 2,5 bərabərdir. Deməli, bir dəqiqə bunu gəlin sualın altında yazaq. 2,5 bərabərdir. Bizə sualda nə verilib? Çayın düşməsi verilib. 5000 bölünsün neçəyə? X-a. Bu X çayın uzunluğudur, onu bilmirik. X-i tapmaq üçün 5000-i 2,5-ə bölərik, o da eləyər 2000. Cavab A variantı. 34-də. Şimali Amerikanın və Avstraliyanın müvafiq olaraq ən alçaq nöqtələrini verildiyi sıranı tapın. Təbii ki, Şimali Amerikanın ən alçaq nöqtəsi Ölüm dərəsi -86 metr. Avstraliya materikinin ən alçaq nöqtəsi Eyer gölü -16 metr. O da C variantına təsadüf edir. 35-ci sual. Aralarındakı temperatur fərqi çox olan zirvələr. Belə bir suallarda bizə lazımdır ki, birinci və ikinci məntəqə arasında hündürlük fərqi ən çox olan məntəqələri seçmək. Bu da təbii ki, C variantına uyğun gələcək. C yox, daha doğrusu C yox. B variantına uyğun gələcək. Çünki B variantında Kostişko dağı və Comoloqma zirvəsi arasındakı Kostişko zirvəsi və Comoloqma zirvəsi arasındakı hündürlük fərqi burada daha çox edir. Nümunə Monblanda 4807 metr hündürlük var. Elbrus dağlarında 5642. Bir-birinə yaxındır. Comoloqma Çoğori, bunlar 8611 və 8848 bir-birinə yaxın ədədlərdir. D variantı McKinley və Aconcagua 6194 və 6960. Bu da yaxındır bir-birinə. Y variantı 6960 Aconcagua'dır. Ağrı 5165. Amma B variantındakı Kostişko 2228, Comoloqma 8848. Aradakı hündürlük fərqi çoxdur. Deməli, hündürlük fərqi çoxdursa ilə temperatur fərqi də çoxdur deməkdir. B variantı olacaq sualımızın cavabı. 36-da. Aşağıdakı xüsusiyyətlər hansı kanala aiddir? Respublikada ən çox sahəni suvarır. Mingəçevir su anbarından başlayır. Təbii ki, bu yuxarı Şirvan kanalından söhbət gedir. Belə. Keçək digər suallara. 37-ci sual. Verilmiş iqlim diaqramı hansı iqlim qurşağına aiddir? Baxın, yağıntılar əsasən burada nə vaxt düşür? Yağıntılar əsasən yayda düşür. Şimal yarımkürəsinin yay aylarına təsadüf edir və iqlim diaqramına baxanda biz temperatur rejiminə fikir veririk. Görürük ki, şimal yarımkürəsinə aid olan bir iqlim diaqramıdır və temperatur hardasa -5 ilə müsbət 20-25 dərəcə arasında dəyişir. Bu mülayimin musson tipinə aiddir. Mülayim musson. 38. Paleotektonik hərəkətlərin baş verdiyi delinasyon mənşəli düzənlikləri müəyyən edin. Bir var neotektonik, bir də var paleotektonik. Paleotektonik hərəkətlərin baş verdiyi ərazilər, yəni orada bir növ seismik hadisələrin olmadığı ərazilər götürmək lazımdır. Bu da Dekan yaylası, Orta Sibir yaylası və Qviyana yaylasına uyğun gələr. 1, 3, 6. Cavab C variantı. 39-cu sual. Eyni təzyiqə malik əraziləri birləşdirən xəttlər necə adlanır? Təbii ki, təzyiqdən söhbət gedirsə, izobar olacaq cavabımız. Cavab C variantı olacaq. 40-cı sual. Yağıntıları əsasən yay fəslində düşən əraziləri müəyyən edin. Yay fəslində yağıntının düşməsi üçün ərazi subekvatoral iqlim qurşağında yerləşə bilər və yaxud da ki, musson iqlim tipinə uyğun gələ bilər. Baxaq burada C variantı daha uyğundur. C variantı daha uyğundur. Çünki
A variantında misal Appenin yarımadası verilmişdir. Appenin yarımadası subtropikin Aralıq dənizinə aiddir və bilirik ki, həmin iqlim qurşağının həmin tipində yağıntılar əsasən qışda düşür, yayda düşmür. B variantında qeyd olunmuşdur Amazon ovalığı. Bu da ekvatorial iqlim qurşağına düşür. İl boyu yağıntı düşəcək və digər ərazilər də uyğun gəlmir və burada C variantını biz götürmüş oluruq. 41. Ölkəmizin sərhədləri boyunca yerləşən dağ silsilələrini müəyyən edin. Təbii ki, Şah dağla Zəngəzuru götürə bilərik. Hər ikisi Ermənistanla sərhədə düşür. Bundan başqa 42-yə baxaq. Aşağıdakı əlamətlər hansı əraziyə aiddir? Seysmik cəhətdən sabitdir. Yəni fəallıq yoxdur. Buzlaq mənşəli relyef formaları yayılmayıb. Yəni hündürlük o qədər də yüksək deyil. Şərq yamaclarının yağıntı çox düşür. Təbii ki, burada elə böyük su ayırıcı dağlardan söhbət gedir. Cavab A variantı olacaq. Keçək digər suallara. 43-cü suala baxıram. Deyir, gün ərzində havanın temperaturu 6 dəfə ölçülüb. Buna əsasən sutkalıq temperatur amplitudasını hesablayın. Sutkalıq temperatur amplitudasını hesablamanın qaydası necə idi? Gün ərzində ən yuxarı temperaturdan ən aşağı temperatura çıxmaq lazımdır. Biz diqqət edəndə bu 6 dənə temperatura baxırıq. Bunların içərisində ən yuxarı temperatur müsbət 15-dir. Yazırıq 15 çıxılsın. Ən aşağı temperatur neçədir? -10. 15 çıxılsın -10. 2 dənə mənfi də, daha doğrusu 2 mənfi işarə ard-ardı gələndə toplamaya çevrilir və olur 25 dərəcə. Müsbət 25. O da Y variantına uyğun gəlir. 44. Düzgün verilən sıranı müəyyən edin. Göllər verilib və göllərə uyğun yerləşdiyi yarımkürələri biz seçməliyik. Atabaska gölü yerləşir Şimali Amerikada. Şimali Amerika materikində yerləşir şimal və qərb yarımkürəsində. Amma burada nə yazılıb? Şimal və şərq. Deməli, bir səhvdir. 2-yə baxaq. Eir gölü. Eir gölü yerləşir Avstraliyada. Avstraliya materiki yerləşir cənub və şərq yarımkürəsində. Amma burada cənub və qərb yazılıb. Bu da səhvdir. 3-cüdə Eir gölü. Bu Şimali Amerikada yerləşən bir göldür. Şimali Amerika materiki şimal və qərb yarımkürəsində yerləşməlidir. Elə şimal və qərb yarımkürəsi qeyd olunub. Deməli, bu doğru fikirdir. 3. 4-də Lobnor gölü Asiyada yerləşir. Asiya qitəsi şimal və əsasən şərq yarımkürəsində yerləşir. Elə də yazılıb. Deməli, 4 də doğru fikirdir. 5-də Titicaca gölü yazılmışdır. Titicaca gölü Cənubi Amerikada yerləşir və biz onu cənub və qərb yarımkürəsi kimi götürməliyik. Amma burada cənub və şərq yazılıb. Ona görə bu da səhvdir. 6-da Van gölü. Bilirik ki, Van gölü Türkiyədə yerləşir. Türkiyədə özü Asiyadadır. Yəni şimal və şərq yarımkürəsində yerləşməlidir. Elə də yazılıb. Deməli, o da doğru fikirdir. Cavabımız oldu 3, 4, bir də 6. Yəni A variantı. 45-ci suala baxıram. Yaz gecə gündüz bərabərliyi günündə 20 dərəcə şərq uzunluğunda yerləşən məntəqədə kölgə müşahidə olunmur. Bu zaman Bakı şəhərində yerli vaxtı hesablayın. Deməli, yaz gecə gündüz bərabərliyi günü 12 saat gecə, 12 saat gündüzdür ekvatorda. 20 dərəcə şərq uzunluğunda. Baxın, Bakının coğrafi uzunluğu neçədir? 50 dərəcə şərq uzunluğu. 20 dərəcə şərq uzunluğu isə bizdən soldadır. Yəni qərbdədir. Aramızda neçə dərəcə fərq var? 20 və 50 arasında 30 dərəcə fərq var. 30 dərəcə. Bu dərəcəni biz sadə çevirsək 15-ə bölərik. Yəni 30-u 15-ə bölsək eləyər 2. Deməli, bizim məntəqə ilə həmin məntəqə arasında 2 saat vaxt fərqi var. Və biz həmin məntəqədən 2 saat qabaqdayıq. Niyə? Çünki Bakı həmin məntəqədən sağda, şərqdədir. Bəs bu 15-i hardan aldıq? 1 saatda yer kürəsi öz ox ətrafında 15 dərəcə fırlanırsa, 2 saatda 30 dərəcə fırlanır. İndi sualda qeyd olunur ki, həmin deməli bu məntəqədə kölgə müşahidə olunmur. Yəni orada günortadır. Saat 12:00-dır. Burada 12:00-dırsa, bizdə olacaq 14:00. Çünki biz oradan 2 saat qabaqdayıq. Y variantı. 46-cı sual. 46-cı sualda qeyd olunur ki, deməli, Hind okeanında yerləşən körfəzləri müəyyən edin. Təbii ki, cavab olacaq burada C variantı. Ədəm və Benqal körfəzləri. Siam körfəzini çıxarıq. Bu Sakit okeandadır. Andaman dənizi. Ərəbistan körfəzi deyil. Oman, Fandi körfəzində yerləşir. Atlantik okeanında Y variantını çıxarıq. 47. Paleogen yaşlı süxurların yayıldığı məntəqələri müəyyən edin. Azərbaycanda paleogen yaşlı süxurlar əsasən yerləşir bir Naxçıvanın şərq hissəsində, Naxçıvanın şərqində. Bir də Talış dağlarında 1 ilə 4 Y variantı olar. A və B məntəqələri arasındakı temperatur fərqini tapın. Baxaq, bura dəniz səviyyəsi. Dəniz səviyyəsi 0 metr götürülür. 0 metrdən sonra gələn horizontal 150 metrdir. Deməli, bu horizontal üçün kəsmə hündürlüyümüz 150 metrə bərabərdir. Gəlin görək A-dan B-yə kimi neçə horizontal var? 1, 2, 3, 4. Deməli, A-dan B-yə kimi 4 dənə horizontal var və hər bir horizontalın hündürlüyü 150 metrə bərabərdirsə, 4 horizontalın hündürlüyü olacaq 4 vurulsun 150, yəni 600 metr. Yəni, belə bir nəticəyə gəlirik ki, A məntəqəsi və B məntəqəsi arasında hündürlük fərqi 600 metrə bərabərdir. İndi bizdən bunu hündürlük fərqi kimi yox, temperatur fərqi kimi soruşur. Biz 600 metr hündürlüyü temperatura çevirə bilərik. Bilirik ki, yer kürəsi
Deməli, yer səthindən 100 metr hündürlüyə doğru qalxdıqca temperatur azalır nə qədər? 0,6 dərəcə. Əgər 0,6 dərəcə azalırsa, 600 metrdə bu neçə olar? 600, 6-nı vuraraq 0,6-ya, bu da eləyər 3,6 dərəcə. E variantı. 49. Çayların mənsəbinin hündürlüyünün azalma ardıcıllığına düzgün verildiyi cavabı tapın. Biz bilirik ki, Azərbaycan ərazisində çayların mənsəblərinin hündürlüyünün ən çox olduğu yer Naxçıvandır. Naxçıvan çaylarının mənsəbinin hündürlüyü 600 metrdən başlayır. Ona görə Naxçıvan çaylarından başlasaq daha uyğun olar verilmiş variantlara əsasən. B variantı burada daha uyğun gəlir. B variantı. Deməli, Arpa çay, sonra Köndələn çay və axırda Lənkəran çay. Sonra baxaq digər suallara. 50-ci sual. Uyğunluğu müəyyən edin. Deməli, sol tərəfdə coğrafi obyektlər verib, sağ tərəfdə onların iqlim qurşaqlarını uyğunlaşdırmalıyıq. Sumatra adası ekvator kəsir və ekvatoral iqlim qurşağında yerləşir. D variantı götürürük. Somali yarımadası subekvatorialdadır. C variantını götürəcəyik. Yucatan yarımadası tropik dənizdədir. B variantını götürəcəyik və Saxalin adası isə mülayimdədir. A variantını götürəcəyik. Deməli, D, C, B, A. Hansı varianta uyğun gəlir? D variantına. 51. Mənsəbi doğru verilməyən çayı müəyyən edin. Amazon Atlantik okeana tökülür, razıyıq. Xuanxe Sarı dənizə tökülür, bəli. Reyn çayı Baltik dənizə tökülür, xeyr. Reyn çayı Şimal dənizə tökülür, bu fikir səhv fikirdir. Deməli, sualımızın cavabı C variantıdır. Dunay çayı Qara dənizə tökülür, doğrudur. Po dənizi, daha doğrusu Po çayı Adriatik dənizinə tökülür, doğrudur. 52-ci sual. Kür tektonik çökmə zonasında yerləşən silsilələri seçin. Daşüz yerləşir, götürə bilərik. Niyaldağ yerləşmir, çünki Qovdağ, Niyaldağ bunlar Böyük Qafqazda yerləşir. Bozdağ Kürdədir, yerləşir. Dərələyəz yerləşmir. Dərələyəz Kiçik Qafqaza düşür. Brovar bu da Kiçik Qafqaza düşür. Xocaşin Kür tektonik zonasına düşür. Cavab olar 1, 3, bir də 6 Y variantı. İsti okean cərəyanlarını seçin. Somali soyuqdur. Şimal Atlantik istidir. Sonra Kaliforniya soyuqdur. Qərbi Avstraliya soyuqdur. Braziliya istidir. Golf Stream istidir. Bizdən istiyini soruşurdu. Deməli, olacaq cavabımız 2, 5, bir də 2, 6. 54-cü sual. Səhv göstərilən sıraları müəyyən edin, seçin. Adanın adı verilib, yerləşdiyi okean verilib. Bermud adası Atlantik okeanına aiddir. Bu doğru fikirdir. İkinci, Filippin adası Atlantik okeanına aiddir. Xeyr. Filippin adası sakitə aid olmalıdır. Bu səhv fikirdir. Deməli, sualımızın cavabında var. Böyük Antil adası Atlantikə aid olmalıdır, amma sakit qeyd olunub. Deməli, bu da sualımızın cavabında var. Sonra Havay adaları sakit okeana aiddir. Elə sakit də yazıb qarşısından. Burada səhvlik yoxdur. Seyşel adası Hind okeanına aiddir. Bu da doğru fikirdir. Maldiv adası əslində Hində aid olmalıdır. Burada Atlantikə aid yazıb. Deməli, bu da səhvdir. Sualımızın cavabını götürəcəyik. 2, 3, 6. Bizdən səhvləri soruşurdu. 55-ci sual. A məntəqəsində havanın temperaturu 3 dərəcə, B məntəqəsində 12 dərəcədir. Dağın nisbi hündürlüyünü tapın. Gəlin baxaq görək bu məntəqə arasındakı temperatur fərqi nə qədərdir? 12-dən 3-ü çıxanda qalır 9. Deməli 9 dərəcə. 9 dərəcə neçə metrə bərabər olduğunu tapsam, sualımın cavabı ortaya çıxacaq. Yazarıq belə bir tənasüb. Yer kürəsində 1000 metr hündürlüyə temperatur dəyişməsi 6 dərəcəyə uyğun gəlirsə, x metr hündürlüyə 9 dərəcəyə uyğun gələr. Buradan da x bərabərdir. 9-u 1000-ə vurub 6-ya bölərik. Bu da eləyər 1500 metr. 1500 metr. Cavabımız oldu 1500 metr. 56. Baykal gölünü Çəhrayı Hiller gölündən fərqləndirən xüsusiyyət. Baykal gölü Asiyada yerləşir. Çəhrayı Hiller gölü isə Avstraliyada yerləşir. Gəlin baxaq. Bu göldən çay başlayır. Bəli, Baykal gölü bilir ki, axarlı göldür. Bir sualımın cavabında var. 2. Mülayim iqlim qurşağında yerləşir. Bəli, mülayim iqlim qurşağında yerləşir. Bu da elə sualımın cavabında var. Amma Çəhrayı Hiller gölündə yerləşdiyi ərazi mülayim iqlim qurşağına düşmür. 3. Yerləşdiyi qitə 2 okean sahilindədir. Baykal gölünün yerləşdiyi qitə Asiya qitəsidir və Asiya qitəsi 3 okean sahilindədir. Orada həm Şimal Buzlu okean, həm Sakit okean, həm də Hind okeanı var. Bu fikir səhv fikirdir. 3-ü çıxırıq. 4-də dərinliyinə görə dünyada birincidir. Bəli, dünyada ən dərin şirin sulu göldür. 1620 metr dərinliyi var. Mülayim iqlim işıqlanma qurşağında yerləşir. Mülayim işıqlanma qurşağında hər ikisi yerləşir. Həm Çəhrayı Hiller gölü, həm də Baykal bu fərqli xüsusiyyət kimi götürülə bilməz. Cavan dağ sisteminin əhatəsində yerləşir. Baykal gölünün ətrafındakı ərazilər cavan deyil. Cavab oldu 1, 2, bir də 4. 57-ci sual. Uyğunluğu müəyyən edin. Deməli, tektonik qalxmalara və yaxud da çökmələrə əraziləri uyğunlaşdıraq. Böyük Qafqaz qalxmasına burada təbii ki, C variantı uyğun gələr, Ləngəbiz tirəsi. Kiçik Qafqaza Yazı yaylası uyğun gələr. Kür tektonik çökməsinə isə Xocaşin silsiləsi uyğun gələr. Deməli, 1-də oldu C, 2-də oldu A, 3-də oldu B. Keçək situasiyaya baxaq.
Deyir, yerin iqlim qurşaqlarının formalaşması, o əsasən coğrafi illikdən asılı olaraq günəş şüalarının düşmə bucağının dəyişməsi, səth örtüyünün xarakteri, atmosfer dövranı və ya hava kütlələrinin hərəkəti ilə bağlıdır. Əsas iqlim qurşaqlarında il boyu eyni hava kütlələri hakim olur. Keçid iqlim qurşaqlarının özünə məxsus hava kütlələri olmadığından onlar fəsillər üzrə qonşu iqlim qurşaqlarının hava kütlələrinin təsirinə məruz qalır. Verilmiş iqlim diaqramına əsasən ərazinin fiziki coğrafi xüsusiyyətlərini təhlil etmək olar. Baxın, bu iqlim diaqramına əsasən biz görürük ki, yağıntılar şimal yarımkürəsinin yay aylarında daha çox düşür və temperatur 0 dərəcə ilə 25 dərəcə arasında dəyişir. Bu, subtropik iqlim qurşağının musson tipinə aid bir qrafikdir. Gəlin suallara keçək. 58. İqlim diaqramının aid olduğu iqlim qurşağını və iqlim tipini yazın. İqlim qurşağı subtropikdir. Subtropik. İqlim tipi isə mussondur. Sonra ikinci sualımıza baxaq burada situasiyada. İqlim tipinin yayıldığı materiklərin adlarını yazın. Təbii ki, bu materik kimi həm Avrasiya materikində var. Avrasiya. Bir də Şimali Amerika. Şimali Amerika. 60-cı sual bizdən nə soruşur? Xəritə sxemə əsasən bu iqlim tipinin yayıldığı məntəqələri seçin. Baxaq, təbii ki, biri 2-dir, biri də 3-dür. 2 və 3. Cavabımız olacaq 2 və 3. Bu qədər.